Azərbaycanda görürsən ki, bu adam acından ölənin biri idi. Təsadüf nəticəsində hansısa bir vəzifəyə gəldi, oranı talan elədi, yedi, dağıtdı və milyonçu oldu. Dünyada bəlkə də kasıblığı bu qədər PR eləyən ən məşhur, belə deyim, cəmiyyət elə bizim öz cəmiyyətimizdir. Kasıbın ürəyi yumşaq olur, kasıb yaxşı oğlandır. Qızla görüşürsən, qız sənə deyir maşınla gəlmisən, deyirsən yox maşınım yoxdur artıq. Sən fikirləşirsən ki, ala bu problemdir. İnsanlar niyə qazandığından daha çox xərcləməyə çalışır? Xanımlar gedib ətir alırlar kreditə. Yəni bu maliyyə savadsızlığının ən yüksək göstəricisidir. Marketinq idi ki, biz qulaqçıqlardan istifadə edirdik, amma bizə dedilər ki, sən geridə qalmışsan əgər sənin qulaqçığının kabeli varsa. İnsan niyə görə Balenciaga'nın krasovkasını $1000 alsın? İnsani keyfiyyətləri ilə həmin belə deyək də özgüvəni kompensasiya eləyə bilmir. Ona görə də müəyyən əşyaların üstünə belə deyək qaçır. Kişiyə necə izah edəsən ki, sən niyə görə başını 2500 manatlıq Dyson fəndə qurutmalısan? Kişiyə bunu izah etmək mümkün deyil. Bir adam davamlı hər gün işləyir, davamlı cəhdləri olur, amma ki bu adam bir türlü varlana bilmir. Sən ən yaxşı başmaqçı da ola bilərsən, ən yaxşı svarçik də ola bilərsən, ən yaxşı santexnik də ola bilərsən. Bu gün səninlə indi danışa-danışa üzərimdə bir 3000 manat pul varsa, o demək deyil ki, mən günə 3000 pul xərcləyirəm. Sadəcə 3000 manatın mənə verdiyi bir rahatçılıqdır. Salam, hər vaxtınız xeyir olsun. Bakı reallığındasınız. Yoxlayın, dəqiq olsun. Görün bizi daimi izləyirsiniz, yoxsa yox. Zınqırovu tıklayın. Biz də bugünkü mövzumuzu Cəhaldan soruşaq ki, görək bizə nə hazırlayıb. Xoş gördük Cəhal. Xoş gördük. Nə məsələdir? Bugün nə edirik? Nədən danışırıq? Bugün istəyirəm ki, biraz cəmiyyətin iqtisadi vəziyyətindən danışaq ki, bu pul, pul gir, pul əl çirkidir. Yox, əl çirkidir deyil. Pul yaşamaq üçün, yaxşı yaşamaq üçün bir vasitədir və pulun qulu olmaq da yaxşı deyil. Çünki bəzi insanlar var ki, artıq pulun quluna çevrilirlər və həyatın mənasını puldadır. Amma pul yaşamaq üçün bir vasitədir. İlk olaraq onu deyim ki, bəzi halda pul istəyi hətta insanları bədbaxt edir. Niyə? İnsan baxır ki, mən kofe satsam pulum çox olar. Çünki hamı kofe alır. Mən moyka açsam mənim pulum çox olar. Açır və uğurlu olur, ən yaxşı halını fikirləşək. Amma bir 20 ildən, 25 ildən sonra bunun şəhərdə bir 10 dənə moykası olandan sonra və ya 20 dənə kofe şəbəkəsi olandan sonra nöqtəsi də bu adam fikirləşir ki, axı bu mənim arzum deyil idi, mən həyatımı hara xərclədim. Çünki ən təravətli, ən enerjili vaxtımı xoşun gəlməyən bir işə, yəni həyatımın mənası olmayan. Ona görə pul lazımdır, amma pulu da gərək sevimli işdən qazanasan. Çünki 3 bənd var, Freud nəzəriyyəsi. Sevimli iş, sonra dadlı yemək. Yəni Azərbaycanda yeyib içməyi niyə xoşlayırıq? Çox adamın sevimli iş yoxdur, dadlı yeməklə kompensasiya edir. Və gözəl seksual münasibət. Yəni bu da çox önəmlidir. İstər xanımlar üçün, istər bəylər üçün. Yəni qarşılıqlı sevgi əsasında olan qarmonik seksual münasibət də çox vacib xoşbəxtliyin tərkib hissələrindən biridir. Buyur. Başlayaq ilk ondan ki, düşüncə və maddiyyat kasıblığından. Ümumiyyətlə sən necə düşünürsən? Məsələn, maddi kasıblıqdan çox düşüncə kasıblığı anlayışı nə qədər doğrudur və insanın düşüncə tərzi, onun maliyyə vəziyyətini müəyyən eləyirmi? Məncə, tam razıyam. Çünki hər şey düşüncədən başlayır. Hər şeyin əsasında, böyük layihənin, böyük uğurun əsasında yaxşı fikir durur ki, gəl bunu edək. Çünki Allahdan buyruq, ağzıma quyruq düşüncəsi ilə həyatda heç nə olmur və bəzi halda insanlar başlayırlar, nə olsun, kasıb oğlan olsam da, zato başlayır artıq özündə nələrsə, artıq barışıb kasıblıqla. Əslində kasıb olmaq maddi tərəfdən də bu bir durumdur, bu bir vəziyyətdir, bu diaqnoz deyil ki, sən ömürlük busan. Sən artıq bunu problem kimi özün üçün çözür seçirsənsə, qırmızı xətt çəkirsənsə, sən başlayırsan ki, bəli, mən bu xoşa gəlməz vəziyyətdəyəm və buradan çıxış üçün mən nə etməliyəm? Mən həmişə misal gətirirəm, mən 10-11-ci sinifdə oxuyanda mənə günlük bir Məmməd, o vaxt 1000 manat pul verirdilər, onun bir nizamisi 500 manat gedirdi metroya, 500 manata mənim seçimim var idi, bulka alım, 2 dənə bakuş alım, yoxsa 5 dənə ştuçni siqaret alım. Yəni bu da xoşa gəlməz, amma gənc yaşda bunu düşünürdüm də. Və bu mən başa düşdüm ki, ailədən mənə verilə biləcək pul aylıq bundan artıq deyil. 3 şirvan 6 bazarlarda o artıq mənim bonusum idi da.
30 min manat. Bu 30 min manat mənə bəs etmədiyinə görə mən məktəbi qutarandan sonra çalışmağa başladım. Mən demədim ki, hə, mənim həyatım uğursuzdur, valideynlər mənə bu pulu verə. Mən günahkar axtarmadım. Yəni də məsuliyyətdən qaçmaq Mən durumu qəbul etdim və durumdan çıxış yolunu artıq ilk olaraq 16 yaşımda ilk iş yerimə çıxmışam. Ona görə bu gün mən 43 yaşımda istirahət edəndə mənə kimsə yazanda ki, hansı pullarla istirahət edirsiniz? Mən 16 yaşımdan işlədiyim pullarla bugün istirahət edirəm. Ümumiyyətlə məncə razı olarsan ki, dünyada bəlkə də kasıblığı bu qədər PR eləyən ən məşhur, belə deyim, cəmiyyət elə bizim öz cəmiyyətimizdir. Kasıbın ürəyi yumşaq olur, kasıb yaxşı oğlandır. Yəni bu düşüncələrindən sanki məsuliyyətdən qaçır, burada da məsuliyyətdən qaçırlar sanki. Amma Azərbaycan cəmiyyətində pula çox önəm verildiyinə görə, məsələn, Avropada insan var ki, bomjudur, amma bu onun seçimidir, bomj. Mən yenə deyirəm, Fransada bu yaxınlarda mediada bir bomjun hesabında bir neçə milyon avro pul çıxdı və bəlli oldu bunun həyat hekayəsi ki, bunun böyük istehsalatı var, fabrik sahibidir. Sadəcə bir gün içində yoldaşı və uşaqları avtomobil qəzasına düşürlər, ölürlər və bu həyatın mənasını itirir. Artıq ailəsi olmayandan sonra fikirləşir ki, həyatda heç nəyin mənası yoxdur, belə tüfeyli küçələrdə yaşayır, yeyir, nə bilim, sadəcə bomj həyatını seçib ki, onsuz da bu mənasız həyatda heç nəyin mənası yoxdur. Şirkətin idarə etməsini də verib qardaşına və faizlərini də alır, qazancını da alır, təbii ki, indi danışıqlara əsasında. Yəni, bu bir seçimdir. Amma bizim cəmiyyətdə sən artıq hansısa toya gələndə görürsən ki, səni kolonkanın yanında, girişin yanında oturtdurublar, harasa çağırmırlar, qızla görüşürsən, qız səldir maşınla gəlmişsən, deyirsən, yox, maşınım yoxdur artıq, sən fikirləşirsən ki, bu problemdir. Əslində, kasıb olmaq da bir problem deyil, əgər cəmiyyət səni qınamırsa. Sadəcə bu qınağın içində insanlar bəraət qazandırmaq üçün başlayırlar digər keyfiyyət və xüsusiyyətləri axtarmağa ki, zato mən panyatkam var, falan var, bu var. Pullu adamların arasında bu cür adam yoxdur. Pullu adamların arasında Hacı Zeynalabdin Tağıyev kimi pullu adam olubdur. Nə bilim, yəni pullu adamlar arasında mitsinatlar var, yaxşı xeyriyyəçiliyi edənlər var, hansılar ki, əsl xeyriyyəçidirlər və bunlar bu barədə danışmırlar. Ona görə yaxşı oğlanın pula heç bir aidiyyəti yoxdur. İnsan sadəcə seçir də, həyatın ruhani tərəfi var. Doğmalıq, yaxınlıq, dostluq, sevgi, qayğı, din, ibadət və maddi tərəf. Ev, yemək, su, yəni bugünkü zamanda biz içdiyimiz suya görə də ödəniş olunmalıdır. Artıq bulaq dövrü keçdi. Biz ayaq yoluna getmək istəyəndə bunun da ödənişini etməliyik. Ona görə biz kapitalizmin qurduğu bir cəmiyyətdə yaşayırıqsa, kapitalizm əsaslı. Şikayətlənməyib, əksinə ayaq uydurmağa bacarmalıyıq. Əksinə biz bu reallığa uyğunlaşmalıyıq da. Biz, yəni hər dövrün öz reallığı var. Bugünkü dövründə reallığı odur ki, qaz pulu, su pulu, işıq pulu, internet pulu, nəqliyyat pulu bu olmalıdır və bundan da artıq olmalıdır ki, sən sırf buna görə də işləməyəsən. Razıyam. Yəni burada belə bir məsələ də var ki, məsələn, infaq məsələsi ki, kimlərəsə məsələn xeyriyyə ilə məşğul olmaq. İnsanlar deyirlər ki, yox sən pulun olmasa da kimlərəsə yaxşılıq eləyə bilərsən. Tamam, bununla razıyam. Məsələn, bir qoca xanım yolu keçəndə onu məsələn keçməyə kömək eləyə bilərsən, amma yenə də gəlir çox şey dirənir maddiyyata ki, sən pulun olsa sən daha çox işlə, daha çox qazan və daha çox yaxşılıq elə. Yəni kapitalizmdən qaçmaqdansa, şikayətlənməkdənsə ayaq uydurmaq məncə də daha doğrusudur. Bir məsələ var ki, 10 dənə kasıb adama 10 milyon versəz, hərəsinə 1 milyondan. Onlar bir müddət sonra yenə sıfıra oturacaqlar. Maliyyə bilgisi, maliyyə savadı çox vacibdir. Bugünkü gün məktəblərdə mənasız o dərslər var, hansına ki, uşaqlar girmirlər, maraqlı deyil. Amma məncə maliyyə təhsili Azərbaycan təhsil sistemində olmalıdır. Bizim gənclər kreditlərdən qaçmalıdır, mənasız kreditlərdən, yəni telefona, notebooka, hətta geyimə olan kreditlərdən. Xanımlar gedib ətir alırlar kreditə. Yəni bu maliyyə savadsızlığının ən yüksək göstəricisidir və cəmiyyətdə bugünkü gün ödənilməyən kreditlərin statistikasına baxsaq, biz görərik ki, insanlar ayağını yorğanına binəm uzatmadığına görə artıq məcbur olur bu problemlə. Ani, mən bu telefonu istəyirəm. Sən bunun pulunu hardan verəcəksən? Bu mövzuya gələcəyik. Telefon sənin harana yaraşır, nəyinə yaraşır? Bir sualım var idi ki, ümumiyyətlə səncə doğrudan insanlar niyə qazandığından daha çox xərcləməyə çalışır və kreditə üst tuturlar? Yəni demək olar ki, hal-hazırda Azərbaycan əhalisinin statistikanı dəqiq deyənmərəm, amma heç olmasa bir %60% insanın məncə krediti var rahat.
və heç onun kreditdə olmasa da kiməsə əldən borcludur. Yəni bu belə deyək də təfəkkür necə formalaşır? Bu insanlar marketinq qurbanlarıdır. Zəif şuurlu, zəif dünya görüşlü, öz həyat baxışları olmayan insan marketinq qurbanına daha rahat çevrilir. Nə məcburdur gedib 18 ay kreditlə iPhone alasın? Mən indi bir detala gətirim ki, məsələ sizin də mənim də hazırki telefonumuzun 3 dənə kamerası var. Amma marketinq idi ki, bizə əlavə 2 kameranın da ödənişini biz eləyirik axı. Bunu bizə pulsuz vermirlər. Marketinq idi ki, biz qulaqçıqlardan istifadə edirdik, amma bizə dedilər ki, sən geridə qalmışsan, əgər sənin qulaqçığının kabeli varsa, götür kabelsiz AirPods istifadə elə. Marketinq, sosial şəbəkələr vasitəsilə tanınmış influencer, bloger, Hollywood ulduzluları vasitəsilə bizə məsələ Adidas'ın xüsusi kolleksiyaları var ki, orada krasovkalar $500'dır. İnsan niyə görə Balenciaga'nın krasovkasını $1000 alsın? Bu marketingdən başqa bir deyil. Çünki krasovkanın funksiyası ya idman etməkdir, ya qaçmaqdır, ya da casual gündəlik həyatda rahat ayaqqabı ilə gəzməkdir. Materiala sadəcə çox bağlanmaqdır deyərdin. Yox, materialın mayası, hətta Dior'un ən bahalı çantalarının maya dəyəri bu yaxınlarda qalmağa oldu. Çıxdı ki, 50 avrodan artıq deyil, amma 2500 avroya məsələ çanta satırlar. Yox, indi sadəcə həmin insan o əşyanı taxanda deyək ki, onun üzərindəki deyək ki, Gucci yazısı və yaxud da Givenchy yazısı o adamı özgüvənini hiss elətdirir. Çünki belə deyək, daxili aləmində elə bir boşluq var. Yəni insani keyfiyyətləri ilə həmin belə deyək də özgüvəni kompensasiya eləyə bilmir. Ona görə müəyyən əşyaların üstünə üstəlik yüngül pullar burada daha çox xərclənir. Görsəz ki, marketinq qurbanlarına daha çox xanımlar ducar olur. Çünki xanım daha emosional məxluqdur. Məsələ, kişiyə necə izah edəsən ki, sən niyə görə başını 2500 manatlıq Dyson fəndə qurutmalısan? Kişiyə bunu izah etmək mümkün deyil. Mən özüm məsələ dekabr ayında Seya xanım, məşhur Papito mahnısının ifaçısı Bakıdaydı və görürəm başını fenlə qurudur, tədbirə hazırlaşırıq. Deyirəm, bu Dyson'dır. Deyirəm, bu Dyson'ın ən axırıncı modelidir də. Bu 1500 avro bunun qiyməti var. Deyirəm, buna niyə bu qədər pul vermirsən axı? Bu ağılsızlıqdır. Deyir, yox, bir dənə. Və bu başlayır mənə izah etməyə bunun möhtəşəmliyi nədədir? Gör necə taktil, necə rahatdır, necə başlığıdır, necə bu yapışır, necə gözəldir. Deyirəm, gözəldir, amma bu təbii ki, yenə deyirəm, marketoloqlar emosiya işləyirlər. Emosiyada da heç nəyin qiyməti yoxdur. Bunu almaq istəyinin dərəcəsi var. Və əgər bunu almaq istəyinin dərəcəsi yüksəkdirsə, İnsanlar bugünkü gün Çin avtomobilləri var ki, tam elektrik mühərriklə Ferrari'dən daha çox at gücü var. Amma bu o demək deyil ki, insanlar Ferrari almaq istəmir pulu olanlar. Çünki Ferrari tək avtomobil deyil, bu bir emosiyadır, bu bir fərqlənmədir, bu bir uğur hekayəsidir ki, sən Ferrari almısan, hardandır? Və yenə də çox düzgün buyurdun ki, aşağı özgüvənə bağlıdır. Azərbaycanda mən görürəm ki, xüsusi o qədər də dərin zəkalı olmayan, təsadüf nəticəsində, qohumluq əlaqəsi nəticəsində pul qazanan insanlar brendlərə daha meyillidir. Çünki öz daxili boşluğunu üzərində yazılan marka ilə kompensasiya edir. Amma özgür insanlar, mən milyonçular tanıyıram dostlarım ətrafında, hansı ki deyir, bunu endirimdə aldım, bu krasovkanı $20. Bu köynəyi də bax, heç kəs tanımır, no name'dir, Koreya markasıdır. Heç bir yerində də yazı yoxdur, mən bunu sevirəm. Çünki insan daxilən tamamdır. Keçək bayaq bir mövzuya toxundun, bu maliyyə idarə etməsindəki səhvlər. Ümumiyyətlə necə düşünürsən? Məsələn, bayaq dedin ki, məktəblərdə, tədris müəssisələrində o qədər əlaqəsiz, lazımsız fənlər tədris olunur ki, onların əvəzinə daha da bir maliyyə heç olmasa məktəb dövründən. Çünki adam universitetə daxil olmamışdan əvvəl artıq yeniyetmə dövrünü yaşayır. Valideyn necə aşılaya bilər? Valideyn necə aşılaya bilər? Pulu necə xərclə? Birincisi, uşaq pulun dəyərini bilməlidir. Bəzi halda hətta işləyən adam, məsələ, mən mühafizəçi işləyirəm, hansısa marketdə. Mənim maaşım nə qədərdir? 600 manat. Mənim nişanlım var və nişanlım məndən iPhone 17 istəyir. Bunun qiyməti də 3000 manatdır. Əgər mən buna yanaşsam ki, bu məndən iPhone 17 istəmir, bu mənim 5 ay ömrümü istəyir. Mən 600 manat maaş alıramsa, bu iPhone 17-nin qiyməti 3000 manat deyil. Mənim həyatımın 5 ayıdır ki, mən orada dururam. Bu bir yanaşma. İkincisi, evladlara yüngül pul vermək olmaz. İlk gündən ailə vəziyyətindən asılı olmayaraq, sən izah eləməlisən ki, otağını yığışdırdın, ala bu sənin 5 manatın. Yəni müəyyən məsələləri, öhdəçilikləri həyata keçirərək,
Və ya çox maraqlı nədir? Uşaqlar emosional girirlər dükana, hər şey istəyirlər. Və oyuncağa dirənir. Bu oyuncaqdan bəlkə 5-i var. Bu 6-cı labu bunu istəyir. Bu halda pulu çıxardırsan, deyirsən ki, mən bu pulu sənə verirəm. Bu pul artıq sənindir. İstəyirsən labu al, istəyirsən sənin pulun olsun və sabah artıq məndən xahiş eləməyəcəksən. Özün seçəcəksən. Növbəti mərhələdə Robert Kiyosakinin və ümumiyyətlə maliyyə ilə bağlı çox aydın bir düstur var. Bu düsturda nə deyilir? Sizin qazancınız, məsələ 1000 manatdır. Bunun 100 manatı xeyriyyədir, çünki pulun enerji axarı var. 300 manatı sizin xərcinizdir, bəli azdır, bəli çətindir, bəli əziyyətlidir 300 manata dolanmaq. Bir çox şeydə özünüzə imtina edirsiniz, amma siz 1000 manat alırsınızsa, sizin yaşayışınız 300 manatın içinə sığmalıdır, bütün qənaətlərlə bərabər. 300 manat sizin artıq istəklərinizdir ki, siz 1000 manatdan çıxasınız. Buna 300 manata aylıq aksiya ala bilərsiniz, 300 manata hansısa bir sərmayə edə bilərsiniz, 300 manata kriptovalyuta ala bilərsiniz. Sonuncu 300 manat, bu sizin heç bir halda xərcləməyəcəyiniz, belə deyək də, airbakınızdır, təhlükəsizlik yastığınızdır. Çünki sabah siz işsiz qalanda sizin təhlükəsizlik yastığınız olmalıdır və buna hətta bəzi halda Avropada nəsildən nəsilə keçən bir vəsait deyirlər. Məsələn, Azərbaycanda görürsən ki, bu adam acından ölənin biri idi. Təsadüf nəticəsində hansısa bir vəzifəyə gəldi, oranı talan elədi, yedi, dağıtdı və milyonçu oldu. Biz bu cür hekayələri tez-tez görürük. Ən azı xəbərlərdə o çıxan icra başçılarının malının da mülkünə baxdıqda. Avropada necədir? Bunun ulu babası olub həkim, bunun babası olub həkim, atası olub həkim və bu həkim olaraq həkimlər kifayət qədər çox vəsait alırlar da, bütün inkişaf etmiş ölkələrdə. Bu artıq öz davamında milyonçu oldu. Niyə? Çünki bunun ulu babası da xərcləmirdi, yığırdı və bu yığılan o 30%lar bunu bura gətirir. O ki qaldı xeyriyyəçiliyə, mən bunun tərəfdarı deyiləm. Xeyriyyəçilik çox diqqətli olmalıdır. Siz insanlara sədəqə fitrə deyirlər, nə deyirlər? Yəni bunu kimi verməli deyilsiniz. Siz insanların həyatını yaxşılığa doğru dəyişən yaxşılıqlarla eləməlisiniz. eləməlisiniz. Məsələn, hansısa bir kursa yazdırmaq, Kursa yazdırmaq, inkişaf etsin. Amma evinə belə deyək, bazarlıq eləyib vermək yox. Mən Akstafada bu hadisəni danışım. Əmimgildə evdəydim. Nəsə çıxdım gəzə-gəzə gördüm kolxoz həyətinin küncündə bir dənə kişi, heç o yəni bilmir ki mənəm də, sadəcə indi söhbət açılıb deyirəm. Diktin üstünə dəmir vurularaq çox belə Hindistan sayağı bir bərbərxana yaradıbdı və orada başı qırxır 1 manata. Mən birinci öz aləmimdə fikirləşdim ki, gəl mən 1 manata bunda baş qırxım və buna 20 ya 30 manat pul verim ki, bunu təsirləndirim ki, sənin sənətinə mən bu qədər qiymət verdim. Sonra fikirləşdim ki, burada baş yumağa su yoxdur. Maşınka ilə hamını, yəni gepatiti var. Yəni insan çox biləndə bəzən də narahat olur da. Gepatiti var, nə bilim, digər xəstəlikləri ola bilər. Gəl mən bunu etməyim. Amma bu fikir məni buraxmadı ki, bu insan gəlir, o qırıq, şoqqaq maşınka ilə 1 manata baş qırxır və günə 5 nəfər qırxsa 5 manat qazanır. Təzədən mən gedirəm Kiyevə. Kiyevə bir dostum gəlir, uşaqlıq dostum. Onunla gəzirik, dolanırıq. Mən müasir Avropa istehsalatı bir dənə baş qırxan maşınka alıram. Verirəm dostuma, deyir, bu nədir? Deyirəm, gedərsən kəndə, kolxoz həyətində bir kişi var, bərbərdir, ona bunu bağışlayarsan. Desə, bəs nədir, kimdən? Deyirəm, bilmirəm, tanımıram, sadəcə xaricdə yaşayan bir Azərbaycanlı göndərdi bunu. Dostuma da nəsə, bu hələ həmin məqamda çatmadı, götürdü, gəlib ora, kişi yoxdur. Üstündə də telefon nömrəsi var. Zəng eləyib, dayı gəlib, dayı, burada maşınka var. Dayı elə bilib ki, bu onu satmağa gətirib. Olur, çantalarda gəlirlər. Deyir, yox, mənə maşınka zad lazım deyil, mən heç nə istəmirəm, zad get buradan. Deyir, yox, dayı, pulsuzdur, bunu sizə hədiyyə göndəriblər. Deyir, dayı oturdu, ağladı. Yəni, bu adamın, və mən düşünürəm ki, karmik olaraq, bəlkəm də o əməlin qarşısında mənim ondan sonra həyat elədi ki, çox maraqlı bir mühitdəyik də, bizim fikirlərimiz, yaxşılıqlarımız bizim qarşımıza çıxır. Öz qarşımıza çıxmasa da evladlarımızın qarşısına çıxır və bunu təmənnalı şəkildə eləmirik, heç kəsə bəyan eləmirik. Sadəcə mən düşünürəm ki, zərrə qədər də olsa bu insana həm özgüvən, həm də tutduğu yolda bir qədər də inkişafında bir zərrə qədər dəstək ola bilmişəmsə də bu mənim sevincimdir. Bu yaxşılıqlar da deyil, sizin üzərinizdə düşən missiyalardır. Bu yolla davam etdirilməlidir. Yoxsa mən o 100 manatı verim işsiz bir məhəllə uşağıma,
o da getsin avaraçılıq eləsin. Yəni bu yaxşılıq deyil, bu əksinə pislikdir. Siz onu daha da böyük parazitə çevirirsiniz. Bayaq danışığında milyonçu sözünü istifadə elədim. Ümumiyyətlə sən milyona çox bağlısan. Sən rəqəm deyəndə də çox vaxt 5 milyon 454 min kimi bir rəqəm sadalayırsan, davamlı milyona bağlısan. Sən bir maraqlı belə bir sual verəcəm. Bu əslində həm biraz ruhaniyyat, həm də biraz maddiyyatın orta bir nöqtəsində olan bir sualdır ki, səncə hər kəs milyonçu ola bilərmi? Yox, bu real deyil. Əgər kimsə Bentley ilə gəlibsə, bu Bentley'nin təkərini qaraldanda olmalıdır, moykada yuyanda olmalıdır və yenə deyirəm, dünyanın istənilən ölkələrində 2-5% əhali 95-98%-dən daha yaxşı yaşayır. Bu əslində biraz necə sualdır? Yəni sırf milyon olaraq yox. Yəni sən necə? Hamı varlı ola bilərmi? Yes, hamı varlı ola bilər. Yox, hamı nisbətən yaxşı yaşaya bilər. Məsələn, Azərbaycanın kasıbı Senegalın kasıbından 10 dəfə varlıdır. Yəni sən inanırsan ki, Azərbaycanın kasıbı Lüksemburqun kasıbından 10 dəfə kasıbdır. Bu nisbi bir anlamdır, varlı kasıb. Sən onda belə bu inanca inanırsan ki, ümumiyyətlə hər kəsin bir yolu var. Bu adama əgər o belə deyək, pullar qismət olacaqsa olacaq, olmayacaqsa olmayacaq. Yo, nəyə görə deyirəm? Məsələn, bir adam buna inanırsan ki, bir adam davamlı hər gün işləyir, davamlı cəhdləri olur, amma ki bu adam bir türlü varlana bilmir. Bəli, çünki düzgün yolda deyil. Düzgün faydalı iş əmsalı var. Koeffisient полезного действия. Bunun faydalı iş əmsalı sıfırdırsa, bu ən əziyyətli iş hansıdır? Tikintidə fəhlə. Yəni ondan əziyyətli bir iş yoxdur. Amma sən ömrünün 50 ilini tikintidə fəhlə işləsən, sən heç vaxt milyonçu ola bilməzsən. Onda birinci öz missiyanı tapmalısan ki, sən hansı işdə olmalısan? Mən hansı işdə ən yaxşı olacaq. Ən yaxşı olacaq. Sən ən yaxşı başmaqçı da ola bilərsən, ən yaxşı svarışik də ola bilərsən, ən yaxşı santexnik də ola bilərsən. Azərbaycanda bu dəqiqə ən yaxşı kafel ustası var, ən yaxşı dizayneri var, ən yaxşı motorist var, hansının ki qapısında sıralama var. Amma bunun xoşu gəlib, başlayıb öyrənməyə son 10 ildir ki, Azərbaycana hibrid mühərriklər gəlibdir. Amma hibrid mühərriyin artıq ustaları var ki, Sergey Qamışlıqdadır, nə bilim, Vəli Dərnəgülün axırındadır. Adamlar gəlirlər çünki bunun başı çıxır, bunun yanına gəlirlər. Bu da əziyyət çəkib, nəsə öyrənib. Amma bunlar da gedib elə 50 il tikintidə fəhlə işləsəydi, təbii ki, orada da qalardı. İnsanın motivasiyası olmalıdır və rəqəmlər. Mən məsələn ilk mərhələdə işləyəndə öz işimə görə pul deməyə utanırdım. Psixoloji məqamı idi da. Hətta bir neçə dəfə bunun qurbanına çevrilmişəm. Çünki deməmişəm. Adam da fikirləşib, bu demirsə, deməli elə buna bu da bəsdir. Amma sonra tədricən maliyyə bilgisi eyni zamanda nədir? Mənim hər zaman üzərimdə lazım olandan daha çox pul olur. Çünki mən o pula örgəşirəm. Əgər mənim bugün sənlə indi danışa-danışa üzərimdə bir 3000 manat pul varsa, o demək deyil ki, mən günə 3000 pul xərcləyirəm. Sadəcə 3000 manatın mənə verdiyi bir rahatçılıqdır. Şəhərdə gəzərək, hansısa bir tanışımı görüb onlar qəfil restorana gedərək. Yəni mən maddiyyat qarşısında aciz və narahat adam olmuram. Və artıq sabah kimsə mənə müraciət edəndə, mən ona çox rahatçılıqla öz bahalı vaxtımın ona ayrıldığı peşəkar məsləhətimin, tövsiyəmin, ona gətirdiyim uğurun məbləğini söyləyirəm. Keçid alaq digər mövzuya. Digər mövzulardan biraz, yenə də cəmiyyətin iqtisadi vəziyyətinə bağlıdır, amma biraz daha ayrı mövzudur ki, gənclərin işsizlik problemi və təcrübə paradoksu. Məsələn, bir gəncdir, gedir hansısa bir iş yerinə, bildirir ki, mən indiyə kimi heç bir yerdə işləməmişəm, bəs gəlim, işləməyə başlayım. Ondan təcrübə tələb edirlər. Düzdür, indiki dövrdə əslində bu problem çox da qalmayıb. Çünki staj yerləri falan açılır artıq. Deyirlər ki, gəl müəyyən bir müddət stajyor işlə, ondan sonra artıq səni işlə təmin eləyək. Amma mən bir çox adamdan ümumiyyətlə eşidirəm. Məsələn, adamın heç bir iş bacarığı yoxdur. Amma adam deyir ki, iş yoxdur. Ümumiyyətlə səncə, doğrudan da Azərbaycanda bir dəqiqə işsizlik faizi, yəni iş yerlərinin az olması problemidir, yoxsa cəmiyyətin bu problemə yanaşması, yəni insanların belə deyək, heç nə bacarmadan iş tələb etmələri? Mən Space telekanalına işçi olaraq gələndə 17 yaşımda hardasa 3 ya 6 ay deyəsən pulsuz işləmişəm. Və sonra ilk maaşımı almışam, hardasa deyəsən 30 şirvan, 60 dollar. Sonra başlamışam çalışmağa, gəlib çıxmışam, sonuncu iş yerim mən şöbə müdürü idim artıq Space telekanalında və bir neçə layihələrin rəhbəri idim. Radioda veriliş aparırdım, redaktor fəaliyyətim var idi. Amma mən o kanala 17 yaşımda 6 ay pulsuz işləyərək gəlmişəm, sıfırdan başlamışam.
Bugünkü gün gənc, heç nə bacarmayan insan gəlir və deyir, nə qədər pul verəcəksiniz? Çünki bu adam heç nə bacarmadan artıq çünki scrollingdə, bu sosial şəbəkələrdə bunun üçün formalaşan istəklər var. Hansı ki F10-dur nədir bu BMW gənclər istəyirlər. F30, nə bilim range istəyir. Nə bilim sevdiyi qızla telegülləyə getmək istəyir. Mən də bunu istəmişəm vaxtı ikən. Amma mən həmin dövrdə qızlardan parkda da gəzə bilərdim və gəzintidən sonra nə bilim nə yeyirdik? Dönər yemirdik, nəsə belə də. Biraz hot dogla falan başımızı alladıb gedirdik də. Ya da ki restorana gəlirdik, o vaxtı randevu restoranı var idi. Hə, ikimizə bir dənə pizza götürürdük. Bir dənə də kola götürürdük, amma o qədər xoşbəxt idik ki, elə bil İtaliyada İtalyan pizzası yeyirik də. Bugünkü gün tələblər də artıbdır və həyatın sən düşünürsən ki, hamı varlıdır məndən başqa, amma bu heç də belə deyil. Sosial şəbəkədə görünən tərəfdir. İç tərəfdə təbii ki, hər kəsin müəyyən çətinlikləri var və ilk gündən, bugünkü gün siz uğurlu nazirliklərdə, idarələrdə yüksək vəzifəli əməkdaşlar görə bilərsiniz. Hansılar ki, doğrudan da bu qurumun aparıcı qüvvəsidir. Və bu insanların tarixçəsinə baxarsan ki, hamısı əziyyətdən yoğrularaq gəlibdir. Bugünkü iş yerləri var. 600 manata, 800 manata nə qədər istəyirsən iş yeri var. Yəni sən get başla. Sən kimsən? Sən nə bacarırsan? Başla nədənsə. Mən sonra ardı gələcək də. Space-ə gəlməmişdən qabaq reklam agenti işləmişəm. Küçə-küçə pulsuz gəzib reklam almağı təklif etmişəm. Bəli, bu mənə bir xüsusi əlavə bacarıq verib ki, tanımadığım qapını döymüşəm. Kimlərləsə ünsiyyət qurmuşam. İnsan psixologiyasına baxmışam ki, əgər müdirin otağında futbol topu varsa və ya hansısa futbol komandasının köynəyi varsa, deməli bu futbol həvəskarıdır. Çıxarkən bir onunla o mövzuda da danışırsan. Yəni bu bir məktəb idi, pulsuz məktəb idi. Mən piraşki yeyirdim 28-in o düşərəcəklərində. Mən nə bilim dönərin yanından keçəndə deyirdim, mən maaş alanda gəlib ya o faiz alanda gəlib burada dönər yeyərəm, yəqin burada dadlıdır. Amma bu məni yoğuraraq artıq reallığa yaxın etdi. Yəni hər şey düşüncədə bitir. Düşüncədən başlayır. Hər şey düşüncədən başlayır. Mənim hədəfim var idi ki, mən düşdüyüm maddi durum məni qane etmir, amma mən pula görə işə getmirəm. Mən çünki pula görə işə getsəydim, gedib benzin doldurma məntəqəsində mənə deyərlər ki, birlə vur, birinci skorusdan, mən də birinci skorusdan vurardım və pulumu qazanardım və bəlkə həm də indi də hansısa benzin doldurma məntəqəsində smen rəisi idim. Amma mənim seçdiyim yolda mən başa düşdüm ki, inkişaf ola bilər. Rothschild'in çox maraqlı sözü var, deyir insanlarla tanış olun, ünsiyyət qurun, əlaqələr sizə tədricən pul gətirəcək. Bir də bu növ insanların başqa bir, belə deyək də, son çıxış yolu kimi gördüyü bir şey var ki, bir arada, kredit danışdıqda, bir ara özdə belə şirkətlər üzə çıxmışdı ki, xaricə göndərmək, bu work abroad şirkətləri falan var idi ki, work and travel yox, work abroad necə, məsələn, Polşada falan gedir adam, orada iş təşkil ilə Almaniyada, Polşada, hansısa Polşanın, Almaniyanın, elə bilirlər gezəcəklər, məsələn, çatacaqlar Frankfurta, Berlinə aparırlar, atırlar bir dənə hansısa bir dənə kəndə, məsələn, orada nə bilim, motorist işi zadı verirlər. Həmin adam da yığır, zəng edirdi ki, nə oldu, bəs mən Almaniyaya gəldim, mən burada gözləntim bu deyildi. Yəni adam gözləyirdi ki, yəqin gəlib çatan kimi ona orada şirkət müdürlüyü falan verəcəklər, açarı verəcəklər ki, gir bu sənin otağın, iş yerin. Yəni ümumiyyətlə belə deyək, həmin bu tip insanların xaricə köçmək istəyi, səncə bir iqtisadi çıxış yoludur, yoxsa sadəcə bir bəhanədir? Hər şey individualdır. Xaricə gedən insan niyə gedir? Əgər sən fikirləşirsən ki, mənə burada qədrimi bilmirlər, gedirəm orada mənə heykəl qoyacaqlar, sən yanılırsan və gedib orada məyus olacaqsan. Əgər sən burada səni müəyyən öhdəçiliklərin var, nə bilim, hansısa problemlərin var, hansı ki, burada səni sıxır. Ola bilər ki, sən burada valideynlərini itirmisən və bir müddət bu şəhər sənin üçün sıxıcı gəlir, mənəvi cəhətdən. Ola bilər, ailən dağılıbdır, boşanmısan, şəhərdən çıxıb gedirsən. Yəni, mühitdən gedirsənsə, gedə bilərsən. Amma orada da sən daha yadsan. Mən, məsələ, bugünkü gün Ukraynada daimi yaşama iznim olaraq, istər Amerika, istər Kanada, istər Avropanın istənilən ölkəsində qeydiyyata keçərək Ukraynada yaşama iznim olduğuna görə tam rahatçılıqla oturma izni alıram. Dünyanın istənilən ölkəsində bugünkü gün bu mənim üçün hələ də açıq qapıdır və 5 ildir bu qapı mənim üçün açıqdır. Amma bununla bərabər mən Avropada sadəcə gəzirəm, dolanıram, yaşayıram, gəlirəm Azərbaycana. Çünki əgər sən bacarıqlısansa, əgər Azərbaycanda bizim
nədir o müxtəlif biznesmen nümunələrimiz var da. Kontakt Home-un müdiri kimi səliqəli, biznes konseptli, kreativ bir adam da var və Şəruru İsfəndiyar müəllim kimi sırf götürdüm, tikdim, qazandım və uğurlu oldum nümunələr də var. Yəni əgər səndə bu potensial, bu istək varsa, sən yenə də özünü qurban kimi göstərərək ki, dayısız olmur, mayasız olmur, pulsuz olmur. İsfəndiyarın heç ayaqqabısı yox idi. Yəni, bugünkü gün ən böyük tikinti şirkətlərindən birinin yiyəsidir də. Elnur Aslanov adi bir ənənəvi orta məktəbdə, o nə Landau'da oxuyub, nə Oxford School-da oxuyub, adi 47 nömrəli məktəbdə oxuyubdu. Sonra öz ağıl və düşüncəsinə görə ilk biznesini açıb, sonra tədricən ABC-ni qurub, sonra ABC ilə kifayətlənməyib, gəlib Kontakt Home-u qurubdu. Nəticədə uğurlu bir iş adamına çevrilibdi. Yəni, sənin əgər qabında varsa, o su onsuz da çıxacaq. Yəni deyirsən ki, burada bacaran gedib Avropada da bacaracaq. Burada Burada da bacaracaq, Avropada bacaran sadəcə mühit ola bilər ki, sənin üçün meyvə satan adam. Məncə o şey deyir, biraz avro illüziyasıdır, avro-dollar illüziyasıdır ki, məsələn adamlar bu da gəlir. Amerikada dollarla qazansa. Bu da gəlib sən nəyə çıxır? Yəni maliyyə savadsızlığına ki. Məsələn adam deyir Almaniyaya gedirsən, belə bir dənə qrupda var da orada. Deyir Almaniyaya gedirsən, sənə olsa 1000 avro verirlər də işləməsən də. Amma adam düşünmür ki, 1000 avro buna aşağı yuxarı 300 manat kimi bir şeydir. Sən ancaq siqaret pulu, nə bilim yol pulu, maksimum yumurta, su alarsan, duzsa da alarsan, fisiyoda qutarlı Mən bura gəlməmişdən qabaq bir dənə videonu gördüm. Bir dənə qaqaş Norveçdə balıq qoyubdu belə, qırmızı salmon, Norveç balığıdır da. Elə bil bizim, nə bilim, bizim hansısa belə kür balığıdır da. Elə bil Norveçin öz kütüm elə bil çıxardı. Deyir, mən Norveçdə cəmi bir neçə saat işləyib bu balığı ala bilirəm. Bəs siz Azərbaycanda işləyib bu balığı ala bilirsiniz? Təbii ki, yox, çünki Norveçdən gəlir, od qiyməti nədir? Yaxşı, bəs mən Azərbaycanda işıq pulu 15 avro verirəm. Sən Norveçdə nə qədər verirsən? Bu da Big Mac indeksində məncə dirənir. Bu da təbii ki, biz danışdıqda McDonald's indeksi var. Söhbət onda deyil ki, mən deyirəm ki, Norveçin vəziyyəti pisdir, Azərbaycanda daha yaxşıdır. Sənin vəziyyətin Norveçdə pis ola bilər, Azərbaycanda yaxşı ola bilər və Azərbaycanda pis ola bilər, Norveçdə yaxşı ola bilər. Bu individual yanaşmadır. Norveçin təqaüd fondunun pulu 2 trilyon dollardır. Norveçin neft ehtiyatları Azərbaycandan qat-qat çoxdur. Norveçin əhalisi Azərbaycandan 2 dəfə azdır və bugünkü gün Norveçin investisiyaları artıq təqaüd fondu götürür, dünya üzrə sərmayələr qoyur. Bu yaxınlarda Azərbaycan götürdü Serbiyada atomlu elektrostansiyanın maliyyə sərmayəsini öz üzərinə götürdü. Xeyriyyəçilik eləmədi. Yəni pul qoydu. 600 milyon avro. Kommentlərdə düşdülər, bu pulu cəmaata paylayarız. Qardaş, cəmaata niyə pul paylayım? Getsin iPhone alsın, getsin Çin maşını alsın. Bu pulu sərmayə olaraq dövlət ora qoyur. Sabah 10 ildən, 15 ildən sonra bu Azərbaycan dövlətinin, Azərbaycanın gələcəyinin bir sərmayəsidir. Çünki pul neft fondunda qalaraq o ölə-ölə gedir. Vaxtikən Rəsul Quliyev Azərbaycandan gedəndə dedilər 1 milyon dollar pul apardı. Rəsul Azərbaycanın pullarını apardı. Bugünkü gün yol tikintinin sədri çıxır 1 milyarda yaxın çatışmazlıq var orada büdcədə. Yəni inflyasiya pulu dəhşətli dərəcədə yediyinə görə pul hər zaman layihələrdə olmalıdır. Və əgər biz öz 80 milyardlıq ehtiyatımızla harasa çalışırıq ki, sərmayə qoyaq, 2 milyard təqaüd fondunun puluyla Norveç kimi div ölkələr oturubdur. Yəni, dünya tək məhəllədən ibarət deyil və sonda onu deyim ki, Jean-Jacques Fresco deyir ki, əgər insan ömür boyu Texasın kəndində yaşayırsa, onun üçün həyat Texasın kəndindən ibarətdir.